Xalqın dərdini qələmə alan, cəmiyyətin aynasına çevrilən böyük ədib Cəlil Məmmədquluzadənin yaradıcılıq dünyasına birlikdə səyahət edək. Görkəmli dramaturq və nasir, kiçik hekayənin böyük ustadı, ədəbiyyatımızda tənqidi realizmin banisi olan Cəlil Məmmədquluzadə 1869-cu ildə fevral ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə Mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. O, 1887-ci ildə Zaqafqaziya müəllimlər seminariyasını bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir. 20-ci əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Yazıçının Usta Zeynal, Dəllək, İranda Hürriyyət, Fatma xala, Nigarançılıq, Konsulun arvadı, Pirverdinin xoruzu, Poç qutusu və başqa hekayələri onu kiçik janrın böyük üstadı kimi tanıtmışdır. Yazıçının Ölülər komediyası 20-ci əsr Azərbaycan dramaturgiyasının yeni mərhələsi oldu. Ölülər! Ay ölülər! Eşidirsizmi məni? İskəndər bəy, dinləyirik səni. Bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə, amiranə bir tərzdə deyəcək: Ey Allahın mömin bəndələri, dirilin! Baxanda nə badə Şeyx Nəsrullahın sözlərinə qulaq asasız. 7 aprel 1906-cı ildə Tiflisdə Molla Nəsrəddin jurnalının ilk nömrəsi çapdan çıxmışdır. Molla Nəsrəddin jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də yaxın şərqdə satirik jurnalistikanın əsasını qoymuşdur. O, Molla Nəsrəddin jurnalı ilə xalqı güldürərək düşündürürdü, düşündürərək ağladırdı. Görkəmli ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni maarif müəssisələrinə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev muzeyləri, Nehrəm və Çəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən ev muzeyi ümummilli lider Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Əziz oxucular, Cəlil Məmmədquluzadə yaradıcılığı ilə yaxından tanış olmaq istəyirsinizsə, sizi kitabxanamıza dəvət edirik.